Bir gün nitq hissələri bir yerə yığışdı. Onlar arasında mübahisə başladı. Cümlədə ən vacib kimdir? Biz ismik. Mən isməm. İsimsiz cümlə olar. Bəs əşyanın adını nə bildirər? İnsanları, heyvanları, şəhərləri, ölkələri, göyləri, çayları mən adlandırıram. Mən olmasam heç kimin adını tanıya bilməz. Biz feilik. Hərəkət olmadan heç cümlə olar. Biz olmasaq heç nə baş verməz. Biz sifədik. Biz ismi bəzəyirik. İnsanların xarici, daxil görünüşünü biz bəzəyirik. Biz olmadan cümlə gözəl olmaz. Biz sifətik. Əgər biz olmasaq cümlə maraqlı olmaz. Gözəl, böyük, şirin bizik. Biz keyfiyyət bildiririk. Mən işimin yerini tuturam. Dərləri aradan qaldırıram. Mən hətta özümü də əvəz edirəm. Dayanın, biz olmadan olmaz. Fiil tək başına zəifdir. Deyirsən qaçdı. Necə qaçdı? Sürətlə qaçdı. Gördünüz, biz daha vacibik. Mən hərəkətin necə olduğunu bildirirəm. Tez, yavaş, burada, sabah. Bunların hamısı mənəm. Biz sayıq. Mən olmasam pullarınızın miqdarını bilə bilməzsiniz. Mənimlə hər şeyi dəqiq sayırsınız. Biz qoşmayıq. Biz hamıdan vacibik, çünki biz sözləri əlaqələndiririk. Biz hamıdan vacibik, çünki biz olmasaq sözlərdə əlaqə olmaz. Biz ədadıq. Mən olmasa cümlə qüvvətli ola bilməz. Mən cümləni vurğulayıram. Biz daha vacibik. Biz nidayıq. Of, bezdim bu söhbətdən. Mən hissləri bildirirəm. Hey, məni də unutmayın, mən də varam. Biz bağlayıcılarıq. Biz cümləni birləşdiririk. Amma və mənəm mən. Bəsdirin də, mən olmasam siz danışa bilərsiniz. Cümləyə mənə qatan mənəm, mən. Dayanın bir. İndi yoxlayaraq kim daha vacibiymiş. Cümlə vurucular gəlsin. Hörmətli nitq hissələri, indi bu sözlərdən cümləni oxuyun görək. İki gözəl sürətlə məktəbə və qaçdı, uşaq sevindi. Nə deyək? Səhv etdim. Gəlin indi isə bu cümləni daha doğru bir şəkildə oxuyaq. İki gözəl uşaq məktəbə sürətlə qaçdı və sevindi. Deməli, əsas da köməkçi də vacibdir. Nitq hissələri dost oldu. Cümləmiz gözəl oldu. Birlik olar hər zaman, dilimiz güclü olar, inan.